İstər birlikdə təbiət kitabına səhifə 82 və 83-cü mövzu 38-i sizə başa salacağım. Mövzu 38-də insanların ətraf mühitə necə mənfi təsir göstərir. Bu çox əsas bir mövzudur, yəni. Dünya əhalisinin son 2 əsrdə daha sürət artmağa başlar. Sizcə bu artım təbii ehtiyatlara necə təsir göstərir? Yəni biz bilirik ki, dünya əhalisi artdıqca təbii ehtiyatlara mənfi təsir göstərirlər. Ağaclar kəsilməyə başlayır, heyvanlar öldürülməyə başlayır və s. Dünya əhalisi artdıqca çox insan təbii ehtiyatlardan istifadə edir. Nəticədə ehtiyatların daha tez tükənməsinə səbəb olur. İnsan ehtiyatlarının tükənməsi ciddi problemlərə yol aça bilər. İnsanların təbii ehtiyatlardan istifadə edərkən onları tükətmə yanaşı ətraf mühitə mənfi təsir göstərir. Bunun meşələrin qırılması misalını göstərmək mümkündür. Bəli dostlar, bu düzdür. Bunu meşələrdəki ağacların kəsilməsi və meşələrdəki ağacların kəsilib yeni binalar tikilməsi haqqında göstərmək mümkündür. Biz yəni biz torpaq falan götürürük. Orada yəni yeni ərazi tikməcə torpaq alırıq. Oradan nə qədər ağac var, biz o ağacları kəsib oraya yeni binalar tikirik. Və biz bilirik ki, bitkilər, ağaclar, bitkilər falan insanlar üçün yaşam mənbəyidir, yəni oksigen mənbəyi. Burada yazılıb, şəhər ərazisinin genişlənməsi və yaşayış binaların tikilməsi, mən dediyim kimi, əkinçilik üçün əlavə sahələrin ehtiyacı yaranması, ağaclardan taxta və kağız məhsuluna hazırlanması, meşələrin qırılması nəticəsində atmosferdə karbon qazı miqdarının artması. Karbon qazı miqdarı artması, yəni dostlar, biz ağacları kəsərək oksigen daha çox azalır. Yəni ağaclar və bitkilər oksigen mənbəyidir. Ona görə karbon qazı getdikcə azalır və biz buna göz yummamalıyıq. Bitki və heyvan sayının azalması. Yəni biz bir çox bitkilər kəsirik, heyvanları öldürürük. Bunlar hamısını insanlar eləyir. Ona görə də biz bunlara artıq dayan deməliyik, yəni dur deməliyik. Torpaq sürüşmənin artması, bunu da insanlar eləyir təbii ki də, yəni bilərək də, bilməyərək də. Əsrlər boyu insanların həyat fəaliyyəti dəyişmişdir. 17-ci əsr qədər əkinçilik insan fəaliyyəti kimi ön plan tutulurdu. Bəli dostlar, əkinçilik bəzi insanlar üçün, yəni Azərbaycanın %70-i əkinçilik ilə məşğul olur. Lakin 18-ci əsrdə sənaye inqilabından sonra böyük miqyasda məhsul istehsalına əsaslanan insan fəaliyyəti yarandı. Sənayələşmə istehsalı artdığı üçün təbii ehtiyatlardan geniş istifadə başlanırdı. Bu da düzdür əslində, yəni təbii ehtiyatların geniş istifadəsi başlanırdı sənayələşmə istehsalının artdığında. Bilirsinizmi, sənaye inqilabı ilk dəfə Böyük Britaniyada baş vermişdir. Yeni icad edilən cihazların işləməsi üçün enerji mənbəyi kimi kömür ehtiyatlardan istifadə olunur. Bəli, kömür enerji mənbəyi kimi istifadə olunur. Kömürdən istifadə olunur, yəni kömür ehtiyatlarından. Artıq bir əsrdən çoxdur ki, istifadə etdiyimiz nəqliyyat vasitələrindən fabrik və zavodlardan işlənməsi və evlərimizin işıqlandırılması üçün lazım olan enerji əsasən fosil yanacaqlardan istifadə olunur. Bəli dostlar, bilirik ki, artıq neft 50 ildən sonra bitəcək və neft yəni işıq mənbəyidir. Yəni qazımız, işığımız falan. Yəni geyindiyimiz paltar, məktəb paltarı, yubqası və şalvarı, oğlanlarda qızlarda yubqa, oğlanlarda şalvar olur. Yəni onlarda neftdən hazırlanır da hamısı. Enerji ehtiyatları artdıqca fosil yanacaqların istifadəsinin artması və ətraf mühitə ciddi təsir göstərir. Bu təsirlərdən ən təhlükəsi ətraf mühitin dünya miqyasında çirkləndirilməsidir. Bu da düzdür dostlar. Yəni bilirik ki, yəni 50 ildən sonra neft bitəcək, özümüzə yeni işıq mənbəyi tapmalıyıq. İşıq mənbəyi, yəni həyatımızı daha çox genişləndirməliyik. Və bu qədər. Sağ olun.